Salam qızlar, necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız, həmişə də yaxşı olasınız. Qızlar, deməli, düşünürəm ki, bu günləri maraqlı bir vloqa başlayaq. İndi çıxırıq, gedirik qızımla. Deməli, qoy danışım, nə istəyirəm eləmək. Bu zəncəfilli peçenyalar var, yeni ilə uyğun. Yəni, yeni ilin simvolik olaraq da nəsə yeni il figurları, zatları düzəldirlər o peçenyalardan, bilirsiniz yəqin ki. Keçən ildə qızıma söz verdim, alınmadı, biz onları eləyə bilmədik. Bu ildə düşünürəm ki, indi çıxaq gedək, həm onun figurlarını, həm lazım olan ərzaqları alaq. Çatdırarıqsa bugün, çatdırmarıqsa gələn vlogda bişirib sizə də göstərəcəyik. Nəysə, istəyirəm də qızımla çıxım, onunla gedək ora mağazinə. Alınasıları alaq, sonra onu məktəbə düşürüb evə qayıdacam bugün. Evdə bəzi işlərim var. İşlərim deyəndə yemək falan bişirmək istəyirəm. Birlikdə eləyərik hamısını. Burada hər şey var. Wow. Balacalar qəşəngdən. Böyüklər də var, hə. Maraqlı şeylər var burada. Onlar da qəşəngdir. Burada nədir? Konfetdir. Budur. Sonra bu məncə mənasız deyil. Hə? Yeni ilə uyğun deyil də bu. Başqa? Belə var, ayza bax. Bu da qəşəng görünür. Yuxarıda da var. Hə, çoxdur burada. Nədir? Hə, o da qəşəngdir. Götürək onu. Götürə bildin? Bunu götürək. Bir bu, sonra. Burada adam yoxdur, yox. Yox, adam yoxdur. Adam Adam içiyordu. Hı? O nədir? Bu da şniqavikdir. O qədər. O çox böyükdür məncə. Bu necədir? Ama içinde böyle balacalar da var. Ayza bax, adam belə var. Ne de var? Hani balaca, götürək onu. Davay. Məncə də belə balaca kurabiyələr çox qəşəng görsənər. Şirin görünür. Hə. Onlar çox böyük olmayacaq ki, biraz balaca seçək. Bu geçeydi mi herhalde? Bəlkə başqa balaca var, orada heç şey yoxdur. Qar dənəciyi. Bəlkə bunu götürəsən. Burada bile kadarlık da var, bu 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 da var. Ve çok güzel. Böyle. Yaxşı, al. Bu ikisini götürdük. O, bir də ki bu. Sonra nə alacaqdıq? Məncə fiqur bəsdir. Da. Sonra belə şeylər var burada. Bu nədir görəsən? Böyle bir şeylerdi. Böyle. O tökmək üçündür. Məncə o yox. Başqa? Başqa? Gəz görək nə var aralarda maraqlı. O rənglərdən də görsən götürərsən. Belə şeylər də var, belə maraqlı bəzəklər. O nədir? Bir şey. Nədir ki o? Böyle içine koyarsan bu saniye yoksa. Öyle. Qızlar, baxın, yeni süfrəsində belə şinyatların ya da ki salatların üzərinə belə maraqlı şeylər eləmək olar. Və yaxud da tort içində o. Benim için bir defa olacak. Hə, eləmişdim sənə bir dəfə balaca vaxtı. Belə maraqlı şeylər də var burada. Sonra Ayza bunu var. Bir şeydi. Tortlar üçündür. Hə. Belə şeylər də var. Yəni axtardığımız hər şey var da burada. Yiyecekler de indi bu şeyden de lazımdı böyle. Maraqlı balaca paketlərdən də alaq da. Bunların balacaları olur. Hə, ondan da balaca o kurabiyələri yığmaq üçün. Hə. Onu soruşmaq lazımdır məncə. Bunlar böyükdür. Minimundur diyorsun. O deyəsən biraz ondan balaca var. Bak şuna. Hə, istəyirsən götür. Ya ben
Burada da var belə. Bu belələr. Onlar məncə başqa şey üçündür. Onlar kəsmək üçün deyil. Belə paketlərdən götürdük. Bunun naziklərini bunlardan götürmüşük. Göstərəcəm evdə hamısını sizə. İçini dağıdıram da. Kaksiyetlərin içini. Aha, Ayşə bu nədir? Tort üçün. Tort üçündür. Belə üstdən qoymağa. Ne qəşəngdir. Sonra belə salfetkalardan götürək, yeni salfetkalarından. Ha, yox. Ayşə renklərdir bunlar. Yaşıl renkdir o deyəsən. Hə, yaşıl götürək. Da, yaşıl. Bir dənə yaşıl götür. Bu renk lazım değil. Hiç olmuyor. Bizə bir yaşıl, qırmızı lazımdır. Qırmızı hani? Yoktur. Ne bilim, yoxdur deyəsən. Qaradır. Oralara bax. Aa, burada var bir dənə. Bu nədir? Renkdir. Ala, qırmızı. Sonra sarıydı deyəsən bir də, hə? Ama bir dənə götürmədi. Hə. Bir dənə bəs eləyir, Ayşə. Onu совсем, hə, даже 2 dənə çoxdur. Heç bir dənə də çoxdur. Bu nədir? Ne bileyim. O sarıdır. Götürək. Lazım olacaq. Hı? Sarını da götürək. Burada boyadı. Ağ da var. Hı. Ağ var. Ağ, yo, ağ elə ağ olur da özü krask eləməyəndə. Bunu götürmədin yaşıldan? Hə, birini götürdün. Şu. Başqa? Burada belə balaca ballar var. Bal eləyirdilər Ayşə ona. Нет. Yandan nezək. Şu, gedək yavaş yavaş. Məncə hə. Biz qabaqlasan. Buradan alacaqlarımız bu qədərdir də. Bir də zəncəfil alacaq. Qızlar aldıq. Şeydən aldıq. Bu nə idi oranın adı? Plastik bərəkətdir. Nədir belə bir yer var. Həmişə də bu mağazanın adına niyəsə gülməyim gəlir ki, bu nə addı qoyublar da. Plastikdən bərəkət olar. Nəysə. Amma hər şey var idi. Yəni tortlar üçün, şirniyyatlar üçün, ümumiyyətlə də yəni nə lazım olsa ora girmək olar da. Çox maraqlı şeylər var idi. Nəsə bizdə lazım bizə yox idi. Hə, biz yeni hardan alacaq bilmirəm. Amma yəni şirniyyat mağazalarında olar. Olmasa da özümüz hazırlayarıq onu. Onu hazırlamaq asandır. Nəysə, indi aparıram Ayzanı məktəbə, düşürürəm. Ya bugün axşam birlikdə hazırlayarıq. Zəncəfilli peçenyalar hazırlayacağıq. Nə hazırlayacaqsan denən? Birinci hazırlayacağın şeyi diləndə hazırlayarıq elə deyirsən. Nəysə, ya bugün axşam hazırlayarıq ya da sabahları məktəbə qədər tezdən durub hazırlayarıq. Hə, olar elə? Çatdırsaq bugün axşam da hazırlamaq olar. Nəsə birlik. Bugün Ayzanı, bu vlogda Ayzanın hazırlayacaq peçenyaları. Bu arada saçlarımı təzə kəstirmişəm. Necədir? Necədir? Bəyənirsiniz? Prическam necə olub? Nəysə. Yazarsınız komentarlardakı bəyəndiniz yeni saç düzümümü yoxsa yox. Qızlar, markete düşmüşdüm konturu yükləməyə. Qızım bu pişikləri gördü, dedi, mama nə olar pul ver mənə, mən gedim onlara yemək alım verim, yəqin acdılar. Dərsə gedirdik, saxlamışam, indi düşüb gedib yemək almağa pişiklərə. Elə də gözəl pişiklərdir, elə gözəldilər. Basmışam axı, basmışam. Dayanırım. Gel biraz da sənə, gel sən də bura, gel. Gel sən də bura. Az almışsan, 2 dənə alardın da heç olmasa. Bu yazıqlar nə doyacaq bundan? Bilim. Cunin, eşkim bir dənə az deyib bunları. Babasından da alaq. Az almışsan da bir dənə də alardın. Bir dənəsini də alaq. Saat neçədə dərsə gecikirik biz? Bu toxdur, o açdı. Videodan bu.
Gerək alım açın maşına 3-4 paçka belə. Görəndə verək. Onun gözəlliyinə baxın. Çok bir şey. Yolo. Abisi. Yolo. Gözlərin rənginə bax, nə gözəldir. Qızlar, bugün evdəyəm. Qızımı düşürdüm məktəbə. Gəldim evə. Fikirləşirəm ki, nəsə bir sup bişirim. YouTube'da da bir dənə maraqlı bir şey çıxdı qabağıma. Ya türklər bişiriblər sebzeli tavuk çorbası deyə gedir adı. Hamısı bütün nə deyirlər ona? Bütün tərəvəzləri doğrayıb atır qazana, üzərinə də toyuğu qoyur, su dökür, qoyur ora bişir. Sonra hamısını blenderdan keçirdib, toyuğu da çıxardıb, toyuğun da ətini belə nəsə də doğrayıb, onu da üzərinə əlavə eləyir. Fikirləşdim ki, bir-iki dəyişikliklə daha dadlı hala gətirib onu hazırlamaq olar. Keçək hazırlayaq birlikdə. Bəlkə siz də istədiniz bişirmək. Rahat bir şey oxşuyur. Qızlar, deməli burada göstərim sizə. Belə mənə rahatdır çünki. Neysə, bir dənə pomidor doğradım. Çünki evdə bir dənə pomidor idi. Əsl reseptdə 2-3 dənə var idi. Bizdə evdə bir pomidor var idi deyə bir dənə pomidor atdım. Tomat pastası da əlavə eləyəcəm. Bir dənə soğan orta ölçüdə, 2 orta ölçüdə kartoşka, 2 dənə də balaca kök doğramışam içərisinə. Orada duru yağ əlavə eləmişdi. Mən həm duru yağ əlavə eləyəcəm, həm də kərə yağı əlavə eləyəcəm. Bir də ki, toyuğun döşətini indi qoyacağım içərisinə. Qızlar, hardasa bir bu qədər kərə yağı atıram içərisinə. 3-4 xörək qaşığı da duru yağ əlavə eləmişəm. Qızlar, bir də toyuğun döşətidir, sonra bəzi belə yerləridir. Döşətini elə çıxartmışıq ki, sümükləri də qalıb üstündə. Çıxartmışıq deyəndə mama sağ olsun doğrayıb mənə hazır verib toyuqları. İndi onları da əlavə edirəm supunun üzərinə. Və su əlavə edib qoyacağım bişməyə. Bir saniyə. Qızlar, bir də ki, yadımdan çıxdı demək. Tomat pastası əlavə edəcəm. Biraz da biber pastası əlavə edəcəm ki, biber pastası elə bilirəm ki, daha belə qəşəng qırmızı rəng verir. Siz istəsəz pasta əlavə eləməyə də bilərsiniz. İndi duz da biraz duz istiyor, biraz da sarı kök. Biraz istiyor, qara istiyor. Biraz da sarı kök. Orada köri də nədir, belə bir ədviyyat da əlavə eləmişdilər. Mən heç onun nə olduğunu bilmirəm. Ona görə də onu heç, yəni evdə də heç yəqin ki, nə olduğunu bilmədiyimə görə evdə də yoxdur. Neysə, indi su əlavə edəcəm. Reseptdə 1 litr sudur. 1 litr də suyu əlavə edirəm. Görürsünüz. Bir saniye bunu işığı yayındırım. Görək necə çıxır bu. Bunun içərisində tam 1 litr su var idi. Neyse. Altını yandırıb qoyuruq bişməyə. Qızlar, o burada bişir. Onun qapağını qoyuram. Qalan toyuğu da neynədim? Mən bunu çox edirəm. Bu çox belə ləzzətli olur, həm də çox asandır. Heç nə. Toyuğu yuyub, doğrayıb düzürük tavaya. Üzərinə bir dənə böyük soğan doğrayırıq. Bir limonu sıxırıq üzərinə, balaca bir limonu. Duzunu, istiyotunu, sarı kökünü vururuq. İndi başqa ədviyyat nəsə istəyərsinizsə, onu da əlavə edərsiniz. Su əlavə eləmirəm. Vamxodda qapağını qoyacağım. Vamxodda. Salam. Vamxodda qoyacağım bunu, yavaş-yavaş öz suyunu buraxacaq və buxarda bişəcək. Elə ləzzətli olur. Bunu mütləq eləyin. Bunun yanına kartoşka da qızardacağım. Prosta kartoşkanı indi qızartmayacağım da. Axşama
hazırlayıb qoyacağam. Artıq hamı evə gələndə artıq qızardaram kartoşka. Bilirsiniz sözünüz ki, qabaqcadan qızaranda nə hala qalır. Onu ancaq təzə-təzə yemək ləzzət eləyir adama. Əslində heç vaxt kartoşka sevən olmamışam. Bu aralar niyəsə yaman ürəyim kartoşka qızartmasını çox istəyir bu aralar. Neysə, yeməkləri qoyduq bura bişməyə. Bu qədər. Keçək başqa işlərə. Biraz oraları yığışdırım. Bir də apelsinli piroq eləmək istəyirəm sizlə birlikdə. Bilmirəm, maraqlı olar ya yox. Amma elə dadlı olur qızlar. Çox gözəl ətiri olur, çox gözəl. Amma alanda çalışın yerli apelsin alın, portağal alın, yerli. Yerlilərdə sarı rəngdə olur, oranjavoy olmur rəngi. Sarı rəngdə olur. Belə bir dənə iyi gəlir, göstərəcəm indi. Qabuyanı boşaldım. Ortalığı yığışdıram, istəyirəm. Sonra birlikdə sizinlə portağallı keks eləyək. Bilmirəm, sizə maraqlı olar ya yox, xoşlar ya yox, yəni istəyirsiniz hazırlayaq da yox, amma mən fikirləşirəm ki, bəlkə eləmək istəyirsiniz, siz də görüb, nə qədər ləzzətli olur. Bütün evi piroqun iyi götürür. Piroqu da yiyəndə də, nə bilməyəm, boşqabın o paketin ağzını açırsan, boşqabın üstünü. Portağalın iyi, dəhşət ləzzətli gəlir də. Bileyim. Burada tez-tez göyərtiləri yuyub yığıram ki, süzgəcə onlar sularını süzsünlər. Xanımlar, bu vlog biraz uzun alınıb. Ümid edirəm ki, yorulmadan izləmisiniz. Əgər yorulmadan izləmisiniz və bəyənmisinizsə like edin. Yorulmamısınızsa və baxmaq xoş olubsa, rəy bölümündə mənə mütləq yazın, zəhmət olmasa. Qızlar, baxın nə qədər su qoydu. Öz-özündən suyunu buraxıb. Birazını çevirəcəm öbürüsünü. Bu elə ləzzətli olur ki. Bir növ soyutma kimi olur da, toyuğun soyutması. Qızlar, göyərtiləri də yuduq. Oldular tərtəmiz. Mən bilmirəm siz necə yuyursunuz. Mən bir dəstə deyəndə ki, baxır nə qədərdir də göyərtidən. Amma bir yuyuram da. Tutaq ki, ən çox misal üçün keşniş çox çirkli olur. Keşnişi çox yuyuram. Neçə dəfə suyunu dəyişirəm. Çırpa yuyuram. Çünki çırpdıqca elə bir palçıq tökülür keşnişdən. Bir yuyuram və ayrı-ayrı yığıram ki, sonra hamısı bir-birinə qarışanda adam bilmir ki, axtardığı göyərti hayandadır. Boşqabada ona görə də sıra ilə dizmək rahat olur. Belə. Göyərtimiz də hazır. İndi bir dənə istəyirəm çay içim. Görüm saat neçədir? Saat 4-ün yarısı. Saat 15:29, 4-ün yarısı. Məncə piroqa da vaxtımız çatar. Qoy mən bir dənə çay dəmləyim, içim.
Sonra keçək, qəşəng piroq eləyək. Portağallı. Elə dadlı olur, elə dadlı olur. Mütləq eləyin onu. Qızlar, apelsinləri deyirəm, çıxardım, qoyum istilənsinlər. Həm də yumalıyam bunları. Yuyarım, həm də istilənsinlər. Deməli, 2-3 dənə yumurta, 3 ədəd yumurta əlavə edəcəyik. Yumurtaları da bunları yuyarım, yumurtaları koyuram. Yumurtaları bilmirəm, necə istifadə edirsiniz. Mən əvvəl yuyuram soyuducuya. Sonra dedilər ki, ay yumaq olmaz, yuyanda nə bilim üstündəki mikroblar içinə gedir. Nə olur, nə olmaz, bilmirəm. Yuyub qoymaram, tez yuyum biraz görə əlində. Paraşok daşda vura bilmirəm ki buna. Paraşok deyəndə yəni qab pastası da. Deyirlər ki, süngər kimi ki, çəkir içərisinə. Biraz böyle yudum. Biraz koyayım şurada. Elimi yudum, sonra portakalıyım. Oh, yadımdadır ki, valla nənələrimiz, rastlarımız böyle soyuğun altından yumurtanı götürüp gətirib pişirirdi. Hiç nə də olmurdu bizə. Hiç vaxtda nə mikrop tutmamışıq, nə bir şey. Bilmirəm, yəqin indi virus var. Kızlar, bunun yeri apelsindir. Yeri portakaldır, diğerlerinin apelsindir. Yeri portakaldır. Hiç ne yok. Yürüyorum. Ayda bu ne iyiydi de. Ne iyiydi bu. Dəhşətdir də, dəhşət. Hələ bunu teorikadan keçirəndə, hələ bunu bişirəndə biri iyi gəlir bundan. Neyse, bunları da yudum. Qoyun. Həm hava biraz temperaturu şey olsun, istilənsin. Otaq temperaturuna çatsın. Bu yumurtaları tez qoruluyum. Gitti kamyona. Oy. Çay demleyeyim. Kızlar, su niye bir dənə evdən gəlməyə gəlir? Gözəliyi gəlir sufdan. Çaydan qaynadı. Açsın, götürüm dəmliyim. Buranı görürsünüz, ne geçen gələmişəm. Bizim evə yumalıyam bu görən. Necə görünür? Belə şeylərdə heç yaxşı deyiləm də. Bu mövzularda bence yaxşı deyiləm. Bu bəzəmək mövzusunda. Geçək bir çay içim. Ona kimi
dincəlim və keçək portağallı keksi hazırlamağa. Qızlar, bunu niyə eləyirəm? Niyə çəkirəm? Yəni bu bişirməyimi filan. Bir dənə də nəsə bunu deyim. Bunu niyə çəkirəm? Ona görə ki, bəzən belə praktik nəsə eləmək adamın istəyirsən ki, praktik nəsə eləyəsən və tez həm doyumlu, həm rahat bir şey hazırlayasan. Mən də elə o etapdaydım, yəni elə bir şey axtarırdım eləmək. Dedim, eləmişkən sizin üçün də çəkim, bəlkə yararlana bilərsiniz ya da bilmirəm də, yəni fikirləşdim ki, bəlkə də prosta elə belə qoyub qulaq asasa nəsə iş görə bilərsiniz. Ona görə də belə. Yemək bişsin, çayımız dəmlənsin. Su özü üçün orada yavaş-yavaş qaynayır. Birazdan ətlərini yığıb doğrayacağam. Tərəvəzləri də blenderdən keçirəcəm yaxşıca. Sonra dadına baxıb deyəcəm sizə necədir dadı. Belə. Qızlar, sizə bir şey də danışım. Deməli, bu toyuq soyutması deyim də. Nəsə, mən ona soyutma deyirəm. Bəlkə də soyutma deyil adı. Bu yeməyi məndə çox böyük bir xatirəsi və yadımda qalan bir şey olub. Deməli, uşaq vaxtı da ki, hardasa 13-14 yaşıma deyirəm. Çünki biz o vaxt elə o yaşlarda da uşaq idik. İndiki uşaqlar biraz vaxtından elə bilirəm tez böyüyürlər. Nəysə, 13-14 yaşım var idi. Anam yox idi, getmişdi rayona. Atam, mən və qardaşım üçümüz idi evdə. Nəysə, biz də fikirləşdik ki, mən də hər şeyi bacarırdım yəni o yaşda. Mən də fikirləşdim ki, atam evə gələnə kimi qardaşımla gəl biz nəsə sürpriz yemək bişirək. Və biz bu sürprizləri həmişə çox eləmişik. Bu sadəcə bu yeməyə aid olan hissəsidir yadımda qalan. Nəysə, biz də götürdük, toyuq aldıq, doğradıq onu yaxşıca və belə hazırladıq, qoyduq. Amma elə acmışıq ki, axşam da nəsə qoyduq bişməyə. Axşam papatam gəldi evə. Nəysə, biz oturduq. İndi atama deyirəm ki, hər şeyi də hazırlamışıq, stolun üstünə salat zad da eləmişik. İndi yemək hazırdır, artıq yağa düşüb, götürüb gəlib yeyəcəyik. Mən getdim qazanı götürdüm. Necə qazanı götürdümsə, qulpu qırıldı qazanın. Bütün yemək töküldü yerə. Amma o qədər də acıydıq. Ay Allah, indi yeməyə baxıram. Nə yığmadıq yerdən təbii ki. Nə yığılası kimi deyildi elə hamısı. Yəni hamısı töküldü də. Qazan elə bil ki, üzü üstə düşdü yerə. Nəysə, biz o gün, heç yadımda deyil həmin gün nə yedik. Amma onu bilirəm ki, o toyuq yemək alınmamışdı. Ona görə də o toyuğu, bunu hər dəfə bişirəndə o uşaqlığımdakı o şey yadıma düşür. O bişir orada. Çayımı süzüm. Qızlar, çayımı süzüm. İnşallah ki, sizi yormuram belə söhbətlərlə, gec-gec söhbətlərlə. Bəh. Yeməyin iyi, çayın iyi. Buradan şəkil çəkim. Qızlar, bu dəfə biraz estetik olaraq belə şey eləmişəm ki, belə səliqəli görünsün də. Bir stəkan süd, bir stəkan nə bilim orada. Yenə də alınmır məndə bu estetik vid. Ay Allah. Nəysə, siz də burada məlumat elədim. Böyle sayın. Belə. Bir saniye. Aha. Estetik vid alınsın da. Portağal, 2 dənə portağal rendələmişəm orada. Adətən bir ədəd limon da eləmək olur. Keçən gün mən bir ədəd də limon eləmişdim. Bir ədəd limon, bir ədəd portağal eləyəndə bu portağalın suyudur. Deyəcəm onu necə elədim. Nəysə, adətən bir limon, bir portağal eləyəndə bir portağalın bütöv suyunu əlavə eləyirik. Limonun isə yarısını əlavə eləyirik. Yəni yarısının suyunu əlavə eləyirik. Amma ikisinin də qabığını bütöv ağ tərəfinə gəlməyəcək şəkildə. Sadəcə üzərinin rəngli qismini rəndədən keçiririk. Nəysə, 3 yumurta otaq temperaturunda,
Xaladenikdən götürüb eləsəz də bir şey olmaz. Üzərinə vanil. Niyə vanili yumurta ilə çırpıram? Məncə hər biriniz bilirsiniz. Bilməsəz də, bilməyənlər də mən də kimdənsə öyrənmişəm təbii ki. Yumurta iyi gəlmir. 1 stəkan pesok. Qəşəng ağrana kimi çırpacağım. Oy, bir çimdik duz unutmuşam. Bir çimdik də duz. Biraz 2 çimdik oldu. Kızlar görürsünüz ağardı. Ağarmaq da nəyə görədir? Deyir bu şəkər içərisində əriməlidir. Ona görə belə eləyirik. Nəsə, yadıma düşdü ki, sobanı yandırmamışam. Sobanı yandırıb 180 dərəcə qoyuram ki, qızsın. Nəsə, sobanı da 180 dərəcəyə qoyub gəldim. Nəsə, qızlar, indi deyəcəksiniz ki, bu nədir? Burada 3 xörək qaşığı süd, 3 xörək qaşığı duru yağdır. Görürsünüz, bu qədər də süddür. Yağ üstə çıxıb deyə südün qədəri görünür. Südü əlavə eləyirəm və yağı əlavə eləyirəm. Sonra portağalın suyu. Qızlar, portağal suyunu necə elədim? Belə sıxdım, gördüm, gücüm çatmır sıxmağa. O belə sıxan aparatla da ərinirəm eləməyə. Götürdüm. Tökdüm blenderin qabına. Amma qabığını soydum təbii ki. Tökdüm. Qəşəng onu blenderda həll elədim. Sonra da süzdüm. Suyu çıxdı ancaq. Belə. Sonra portağalın qabığını indi əlavə edirdim. Yoxsa onu tökəndən sonra neysə, əlavə edirdim. Bilirəm ki, nəsə unutmuşam. Un. Un gözə yara edirəm. Belə dəqiq bir ölçü yoxdur da onda. Qabartma tozunu da əlavə elədim. Bir paçka. Təbii ki, bir stəkan deyil, onun çünki bir stəkan az olar da. İndi əlavə edəcəm. Deyəcəksiniz, stəkan soxdun ora. Yəni, təmiz stəkan deyən içində şəkər az var idi. Onu da əlavə eləmişdim bunun içində. Qızlar, biraz da sarı kök əlavə edəcəm rəng verməsi üçün ona. Bir şey sarı rəng versin də, bilinsin ki, bu limon, nəsə də limonlu, portağallıdır. Biraz da bir damcı. Səfisəm. Demək olar ki, çay qaşığının ucunda biraz. Soğanımız var. Xəmir hazırdır. 2 dəqiqədə. Portağalın iyi gəlir. Qızlar, o belə bezəyli qablardan da var, bilirsiniz də o formalı qablardan. Amma bunun içinə eləyəcəm.
Çünkü kızım deyir ki bunun içinde sevirəm. Çünkü burada daha çok yumuşak olur keks. Kızarmış yeri daha az olur. O elə bəyənir. Mənim üçünsə fərqi yoxdur. Mənim üçün bu qabın sadəcə bəzəyi maraqlıdır da. Bir ortası deşikli qablar var ya, onu deyirəm. Yəqin ki nədən bəhs etdiyimi başa düşdünüz. Nəyi deyirəm? Nəsə. Bunu için biraz duru yağla böyle yağlayacağım. Mesela her yeri yağladık. Görünür oradan yaxşı. Keksi tükək qoyaq, sonra supun ətlərini çıxardaq məncə, o şey bəsdir pişib. Biləyim. Belə. Kızlar. Təbii ki bu şişəcək. Yəni belə də qabaracaq yəni. Gidək. Kızlar, supun altını söndürdüm. İtləri çıxardıram içərisindən. Birinci dəfədir qızlar. Birinci dəfədir hazırlayıram. Soba qızdı. Öncədən 180 dərəcə qızdırmışdım. Və salam, o getdi bişməyə. İstəyirəm ətləri dökməmişdən, dadına baxın. Ben buradan keçirdim, ama bilmirəm içindən qalıb elə. Qaşırma yazı dəyir. Kartof. İki dənə kartof. Onları əzilmədən çıxardıram. Tadına baxmaq istəyirəm. Əti tökməmiş. Qaynardı, yanmayın. Belə bir şey alınıb. Bence kökü biraz az eləsəm daha yaxşı olardı. Çünkü kökün iyi gəlir. Kızlar çok lezzetlidir. Dəhşət lezzetlidir, dəhşət. Dəhşət. Biraz tuzu az oldu. İndi əlavə edəcəm tuz. İndi ətini də əlavə edirəm. Qəşəng buna göyərti də. Qəşəng göyərti də əlavə etmək olar. Yaxşı təmizlədim. Sümüklüydü deyə. Yenə baxıram ki, özüm sümüklüdür. Şimdi şey əlavə etmək olar ya. Adı nədir? Balaca vermişiller var ya. Onlardan. Neyse, tuz döküyorum. Sup hazırdır. Üzerine bir şey indi
şey koyacağım. Keşniş. İste sonra götüreceğim keşnişleri. Biraz koyacağım. Daha da çıkır. Çünkü kızım hırda onun içinde keşniş olanda yemir. Böyle iyi koyacağım. Daha da çıksın. İslam sonra götüreceğim. Bir de şey koyarım üstüne. Kızım ben bunu həmişə eləyirəm böyle suplarda. Çok lezzetli olur. Bunu mütləq prob eləyin. Göy soğanı da koyuram. Böyle çiğ. Ama su pis olanda koyuyorsunuz. Dayanır pişen kimi. Sağ olun. Yemeğe o şey başlayanda içerisinden götüreceğim onları. Sonra istəsəz mən istəyəcəm. Göyərtini doğrayacağım xırda üzərinə və yaxud da nane səpə bilərəm. Elə də yeyə bilərsiniz. Əla. Supumdan çolpa burada hazır. Çolpa demişkən toyuq deyim buna. Çünki bu broilerdir. Ben çok adeten broiler alamıyorum ama deməsəm bana dedi ki bu çok dadlıdır. Broiler dedim yaxşı. Neyse. Buraları yığışdırım. Ona kimi keksimiz de orada pişir. Keçdim qabları yığışdırdım, yerbəyer yudum, təmizlədim oraları. Və salam. Gözləyəcəyəm ki, keks pişsin və götürüm onu. Qızlar, siz isə kanalıma yeni gəlmişsinizsə abunə olmağı və məni dəstəkləməyi unutmayın, zəhmət olmasa. Bilirsiniz ki, dəstəyinizə çox ehtiyacım var. Biz də qızarsın, görəsən. Su götürəm. Məncə yaxşıdır, çox qurutmayım. Altı da yaxşıdır. Hərdən özümdən xoşum gəlir. Deyirəm, nə ağıllı qızam mən. Hərdən də elə tənbəlliyim tutur ki, eşək keks pişirdim. Burada çolpa. Belə, qoy göstərim. Oy. Hazır. Yanına da kartoşka qızardacağım. Burada da həmin o bayaqki supumuz. Bayaqki dediyim, yəni də az önce pişmiş supumuz. Göyərtiləri çıxardacağım içindən qızlar. Fikirləşməyin ki, içində uzun qalacaq. Belə daha da çıxsın, sonra çıxardacağım göyərtiləri. Belə. Deməli, saat 2-dən evdəyəm. Yəni, saat 2 tamamdan evdəyəm və evə gələndən başlamışam işə. Və saat indi 16:49-dur. Göstərim. 16:49. Yaxşıdır amma 3 saata. 3 saata yaxşıdır. Əməlli iş görmüşəm 3 saat üçün. İndi gedim biraz dincəlim. O da dincəlmək də sayılmayacaq. Evdən çıxıram, gedim qızımı götürürəm. Bir də marketdən konfet zad almalıyım. Evdə konfetimiz yoxdur. Belə. Necəyəm? Bəyəndiniz lookumu? Neyse, çıxdım. Bu arada soruşacaqsınız ki, gözümün altı niyə göyərib? Gözümün altı, üzüm geçenki mezo elətdirmişəm, amma biraz iğnələrin yeri göyərib. Qızlar, elə probkadır ki, inanın ki, piyada geçsəydim daha çox yol gedərdim o dərəcədə. Evdən çıxdığım cəmi neyse biraz yol gəlmişəm. Halbuki 20 dəqiqədə evdən çıxmışam. 20 dəqiqəyə mən piyada daha çox yol gedərdim. Aldıqlarımı bir-bir göstərim sizə. Nə almışam? Sonra da yerləşdirəcəm bir-bir yerinə. Burada isə sizdən bir xahiş eləmək istəyirəm. Yenə həmişəki kimi like etməyi və mənə rəylərdə öz fikirlərinizi yazmağı unutmayın, zəhmət olmasa. Bir də ki, bir şey dedim. Mən elə olur ki, videoları biraz gec-gec çəkib paylaşmalı oluram. Ona görə də videolarımdan xəbərdar olmaq istəyirsinizsə, oradakı zəng işarəsinə basaraq videolarımı paylaşmağımda sizə bildiriş gəlsin deyə onu aktivləşdirə bilərsiniz. Neysə xanımlar, gələn vloglarda görüşərik.
gələn vlogda paylaşacağam ki, necə biz zəncəfilli peçenyaları bişirdik. Və salam, bu qədər. Özünüzə yaxşı baxın. Hələlik. Tamam.